Xırdalanda mənzildən meyit tapılıb. Yeniavaz.com Qafqaz Infoya istinadən xəbər verir ki, şəhərin Osman Sarıbəyli küçəsində yerləşən nömrəsiz evdən 1993-cü il təvəllüdlü Turan İlhamoğlu Xəlillinin meyiti tapılıb. Bildirilir ki, ondan xəbər ala bilməyən yaxınları evə gəliblər və dünən saat 21 radələrində yaşadığı evin yataq otağında Turanı ölmüş vəziyyətdə aşkar ediblər. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır. Onu da qeyd edək ki, son bir ay ərzində xəbər saytlarında müxtəlif şəhər və rayonlarda evlərdə tapılan meyitlərlə bağlı çoxsaylı xəbərlər yayılıb. Həmin məlumatlardan bəzilərini təqdim edirik.